Mənim yanımda işləyən bütün işçilərə hər zaman demişəm ki, mən ola bilər kimlənsə danışaram, kimlənsə barışaram. Siz münasibətinizi həmişə yaxşı tutun, heç vaxt pisliyə çıxmayın. Sizin çünki işiniz bu camiyadan keçir. Bugün mənlə işləyirlər, sabah başqası ilə işləyə bilərlər. Ona görə mən kimisə niyə düşmən eləyim ki? Ola bilər iş birliyimiz bitər, necə ki Mika ilə bitib də hal-hazırda. Və qaldı Qranadın o qaranlıq otağından. Həmin restoran Qranat oldu, Moskvada yerləşir. Orada olanlar hamısı bilir ki, oranın qaranlıq otağı deyə bir şey yoxdur. Oranın çox gözəl müğənnilər üçün hazırlanmış otağı var. Özəl müğənnilərə açılır o otaq. Orada yemək hazırlanır. Müğənni oradan səhnəyə gəlir, orada hazırlaşır, giyinir, yeyir, içir, hazırlaşır, paltarını giyinir və gəlir səhnədə. İlk çöldən gəlir səhnəyə. Səhnədən sonra gəlir oturur masada. Qaldı masanın ayaq tərəfi, baş tərəfi. Mən ümumiyyətlə heç bir